Axşamınız xeyirli olsun. Radyo Vəkili proqramı efirdə öz işinə başlayır. Sizinlə mən Xəyal Orucoğludur və bir saat ərzində yenə eyni vaxtda, eyni yerdə, eyni dalğada Radyo Vəkili proqramında sizin qarşınızdayıq və bu bir saat ərzində sizi maraqlandıran sualları cavablandıracaq. Yenicə qoşulan dinləyicilərimiz üçün qeyd edim ki, Radyo Vəkili proqramı bir hüquq sarıdan insanlarımızın maariflənməsi istiqamətində olan bir proqramdır. Verilişimizdə vəkillər qonaq olur və sizi maraqlandıran dinləyicilərimizi, eləcə də bizi maraqlandıran sualları cavablandırırlar. Hansılar ki, hamımızın həyatında qarşılaşdığımız müəyyən məsələlərlə bağlıdır. Qanunvericilik nəyi, nə formada, necə tənzimləyir? Bu istiqamətdə öyrənməyimizdə, bilgilənməyimizdə vəkillərimiz bizə dəstək olurlar və yardım göstərirlər. Ona görə də sizin də suallarınız varsa, sənədləşməklə bağlı olsun, əmlakla bağlı olsun, nikah məsələləri ilə bağlı olsun, mülki məsələlər və s. Bu qəbildən olan istənilən sualı bizə ünvanlaya bilərsiniz. Nömrələrimiz açıqdır. 099 6 907 907 WhatsApp nömrəsinə suallarınızı yazılı formada göndərirsiniz ki, bizim onu səsləndirməyimiz daha rahat olsun. Və eyni zamanda bizi sosial şəbəkə hesablarından izləməkdə olar. Hal-hazırda sosial media hesabından da canlı yayımlanırıq. Qeyd edim ki, YouTube'da və TikTok'da həm Yurd FM-in həm də Vaxt Media'nın sosial media hesablarından bizi izləmək olar. Oradan da öz suallarınızı göndərə bilərsiniz ki, biz burada rahatlıqla səsləndirək. Bugünkü qonağımızı sizə təqdim edim. Bugünkü qonağımız Vəkillər Kollegiyasının üzvü Teymur Babayevdir. Xoş gəlib, səfa gətirib. Xoş gördük. Sizinlə təkrar bir yerdə olmaq bizim üçün də çox, belə deyək, həm şərəflidir, həm çox də ki, xalqımıza hüquq sahəsində maarifləndirmək bizim üçün də vəzifəmizdən biridir. Çox sağ olun. O şərəf bizə aiddir. Yeri gəlmişkən eləcə də sizə və digər həmkarlarınıza minnətdarıq ki, gəlirlər bizim, eləcə də dinləyicilərimizin suallarını cavablandırırlar və əlbəttə ki, maariflənməyimiz istiqamətində, hüquq sarıdan bilgilənməyimiz istiqamətində böyük dəstək göstərirsiniz. Təşəkkür edirəm hər birinizə və dinləyicilərimiz də yeri gəlmişkən öz suallarını yaza bilərlər. Bilirlər ki, daimi dinləyicilərimizin məlumatları var ki, bizim həm də mövzu müəyyənləşdiririk, günə uyğun, vəkilimizin ixtisaslaşdığı sahələrə uyğun və s. Bugün də müəyyənləşdirdiyimiz bir mövzu var. Son vaxtlar çox tez-tez belə bir sual alırıq və dinləyicilərimizdən gələn sualların böyük bir hissəsində belə məqamlar olur ki, etibarnamə ilə məsələn ev almışam, düşünür ki, etibarnamə ilə alıb evi və yaxud da ki, torpaq almışam, avtomobil almışam, bunun nə kimi məsələləri var, nə kimi problemləri var və yaxud da ki, alqı-satqıda nə kimi məsələ yaşaya bilərəm, problem yaşaya bilərəm. Ümumiyyətlə istərdim ki, bu etibarnamədən gələ biləcək təhlükə nöqteyi nəzərdən məsələlərə bir diqqət ayıraq. Məsələn, biz etibarnamə ilə gedirik, 300 min, 200 min verib məsələn da ki, böyük bir torpaq sahəsi alırıq və ya da ki, bir 2-3 mərtəbəli bir fərdi yaşayış evi alırıq. Bu isə etibarnamə ilə o, başqa heç bir şey yoxdur ortalıqda deyək ki. Sabah nə kimi təhlükələr ola bilər, nə baş verə bilər? Buyurun, zəhmət olmasa. Çox sağ olun. Mən ilk öncə onu demək istəyirəm ki, etibarnaməni verən tərəfində riskləri olduğu kimi verilən tərəfində riskləri var. Yəni ki, biz etibarnamə ilə alqı-satqı adı altında, təbii ki, bu hüquqi bir termin deyil, mən xalqımız başa düşsün deyə bunu deyirəm. Etibarnamə ilə alqı-satqı eləməsinlər. Çünki burada bir neçə nüanslar ortalığa çıxa bilər. Birinci növbədə etibarnamə ilə alqı-satqı adı altında aparılmış proses, sonra mülkiyyətçinin hər hansı bir öhdəliyinə görə həmən əmlakın üzərinə həbs qoyula bilər, həmən əmlak sonradan hansısa bir borcun ödənilməsinə yönəldilə bilər və nəticədə onların arasında olmuş proses məhkəmədə keçərli sayılmaya bilər. Bundan əlavə biz bilirik, bəzən mən bunu düzdür biraz ehtiyatla deyirik bu sözlər həmişə, dələduzluq faktları ola bilər. Yəni, etibarnamə ilə vermək elə bir şeydir ki, buradan verər 2 gündən sonra gedib onu ləğv elətdirə bilər. Hər halda. Bəli. Mobil telefona girər, bir düymə qədər yaxındır. Bəli, bir düymə qədər yaxındır, bəli. Ondan sonra sizin oraya nə qədər pul verdiyiniz, həqiqətdə oranın alqı-satqı olmasını sübut etmək böyük bir prosesə, böyük bir problemə, hüquqi problemə çevrilə bilər. Ona görə də mən ümumiyyətlə ilk öncə demək, alqı-satqı hissəsinə toxundum. Ondan sonra verilən hissəsindən danışaq. İndi məsəl üçün etibarnamə verən şəxslərdən danışaq. Etibarnamə verən şəxs ilk öncə onu dərk eləməlidir ki, bu etibarnamə nəyə görə verir?
Bəli. Və bu etibarnamə nəyə xidmət edə bilər? Əslində nəyə görə verilir? Amma hüquqi baxımdan riskləri hansılardır? Baş etibarnamə Bəli. tam şəkildə etibar edilmiş şəxsin o əmlak üzərində sərəncam vermə hüququnu yaradır. Yəni almaq, satmaq, bağışlamaq və laxır girova qoymaq və s. Və bunu dərk eləməlidir verən şəxs. Yəni Etibar etməlidir. İndi arada əgərlərin bir zərurət yaranırsa ki, şəxs özü deyək ki, əmlakını satmaq istəyir, fiziki olaraq problemləri ola bilər. İndi bir sadalamaq istəmirəm. Problemlərlə əlaqədar kiməsə etibar edə bilər ki, onun əmlaki ilə əlaqədar sərəncam vermə hüququnu ona verə bilər. Bəli. Bu halda mən tövsiyə edərdim ki, bunu bir hüquqşünasla eltsinlər və bunu sığortalayan bir müqavilə imzalasınlar. Yəni bunun altında bəli mümkün. Bunun altında bir müqavilə olsun. Yəni mən etibarnamə verirəm bundan ötürü bu prosesləri həyata keçirdəcək və bu prosesləri həyata keçirdikdən sonra deyək ki, əldə olunmuş məbləği mənə verəcək və yaxud da bunu tam şəkildə belə deyək nağd vəsaitlə sata bilməz. Yalnız mənim hesabıma köçürdəcək. Etibarnamədə o hissəsini biz çıxarda bilərik. Yəni bunun banka hesabından pulun çıxartmasını etibar etməyə bilərik. Başa düşürsünüz? Yəni mən alqı-satqını etibar eləyə bilərəm. Amma etibarnamə özünüz bilirsiniz, bizim istəyimizlə yaradılan bir mətindir. Biz hansı şəkildə istəyiriksə, bəli. Biz nə qədərini etibar ediriksə, o qədəri etibar olunur. Ona görə də biz o hissəsində deyək alqı-satqı üçün verilirsə, bunun altına bir müqavilə qoyula bilər və yaxud da etibarnamədən o bankdan çıxarış hissəsi, yəni banka qoyulmuş vəsait, alqı-satqının nəticəsində banka oturulmuş vəsaitin götürülməsini qadağan eləyən bir nəsə bir belə deyək də bir maneə qoya bilərik orada ki, o səlahiyyəti verməyə bilərik. Təbii. Biraz ehtiyatlı olsunlar. Yəni etibarnamə onların əmlakı üzərində illərlə əldə elədikləri əmlakın və yaxud da böyük bir sərvətin birdən-birə yoxa çıxmasına səbəb ola bilər. Təbii ki, gətirib çıxarda bilər. Özü də biz bəzən sizin sözünüzə qüvvət müəyyən bir məsələləri sanki özümüz bilmədən edirik. Sözünüzə qüvvət. Ya ki, məsələn, gedirik kiməsə etibar edirik ki, etibarnamə verirəm ki, nə bilim, məsələn deyirəm, filan əmlakımı filan bir formada istifadə eləməyə və yaxud da ki, sadəcə hansısa bir hüquqi bir prosedur həyata keçirsin. Adamdan sənədləşmə iş apar və s. Adam gedib aparıb evini girov da qoya bilər banka, düzdürmü? Pul da götürə bilər və sonra siz həmən evdən necə deyərlər, əlinizi üzə də üzməli olarsınız, məcbur qalarsınız buna. Çünki belə bir vəziyyət gətirib çıxardar. Kiçik bir şeyə toxunmaq istəyirəm. Etibarnamə deyəndə vətəndaşlarımız hesab eləməsinlər ki, etibarnamə əvvəlcədən formalaşmış bir mətindir. Elə deyil. Etibarnamə bizim iradəmizlə tərtib olunacaq bir mətindir. Yəni getdim ora, məsələn, çox olur bizə müraciət edən. Deyirəm, niyə bu qədər səlahiyyəti verdin? Sən bunu etmək istəyirdinsə, bundan niyə kifayətlənmədin? Deyir, getdim notariusa, notarius da mənə dedilər, hə, sizin verəcəyiniz baş etibarnamədir. Baş etibarnamənin də forması məlumdur və elə deyil. Yəni biz istədiyimiz qədər etibar eləyə bilərik. Və orada tələb eləyə bilər ki, bunu çıxardır. Tələb eləyə bilərik ki, bu hissəsini etibar etmirəm. Bu hissəsini etibar edirəm. Ona görə də məsələn müqavilə, alqı-satqı müqavilələrinin imzalanmasını mənim adımdan imza etməsini etibar edirəm, amma alqı-satqı nəticəsində banka oturulmuş vəsaitin çıxarılmasını etibar etmirəm. Yəni bu artıq özümə aid məsələdir. Bu mənim özümə aid məsələdir. Aydındır. Dinləyicilərimizdə də hərə özünə aid olan məsələləri yazıblar və mən o sualların hamısını bir-bir çalışacağım ki, səsləndirim. Özü də ta əvvəldən gələn suallar var. Həm bugünkü mövzumuzla bağlı, eyni zamanda da digər məsələlərlə bağlı. Deməli, dinləyicimizin biri yazıb ki, 2017-ci ildə yoldaşım vəfat edib, məni ölümündən sonra zamin götürdülər. Bu nə kimi düzgündür? Yəni belə başa düşdüm ki, xanımının yerinə şəxsi bir növ zamin kimi, yəni ödəniş edəcək şəxs kimi belə anladım. Bu nədir? Doğrudur mu ümumiyyətlə? Xeyr, əlbəttə doğru deyil. Baxın, burada biz bir balaca xeyr deyib mən niyə görə deyirəm bunu, sonra geniş açıqlamasını verim ki, yəni nə deməkdir bu xeyr əslində. Zaminlik müqaviləsi, kredit müqaviləsi və ya ipoteka müqaviləsi bağlanan zaman olan bir prosesdir. Yəni müraciət olunan zaman gələcəkdə götürülmüş vəsaitin təminatı kimi kim zamin dayanır? Sən ödəməsən kim ödəyəcək? Bəli. Yəni bu anlayışa gəlir. Şəxs öldükdən sonra onun götürdüyü kreditlər və öhdəlikləri tək kreditdən danışır, zaminlik dediniz, ona görə mən kreditə yönəldim, amma ümumilikdə öhdəlikləri
onun varisinə yönəldilə bilər. Əgər o da onun varisi olmaq istəyərsə, yəni öhdəliyi, yəni o varisi qəbul edərsə, qəbul edərsə, yəni vərəsəlikdə varisi olmaq istəyərsə, vərəsəliklə qədər müraciət eləyərsə, imtina etməzsə, yəni onda yönələ bilər. Əks halda yəni, o hansı ola bilsin, nəysə yarımçıq deyə bilər, nəysə tam deməyə bilər, amma deyilən qədəri prosessual olaraq doğru deyil. Hər halda. Burada yazılan digər suallar da var. Deyir ki, 4 uşağıq, ata rəhmətə gedib, ana vəsiyyətnamə versə ki, nəyim var, kiçik oğluma qalsın, bu mümkündürmü? Yəni o biri 3 uşağa yenə nəysə düşürmü vəsiyyətnamə ana vermiş olsa? Vəsiyyətnamə verilsə belə məcburi pay deyilən bir şey var. Anlayış. Məcburi pay nə deməkdir? Məcburi pay varisə çatacaq payın yarısı deməkdir. Yəni ki, neçə uşaqdılar dediniz? Dedi 4 uşaqıq. 4 uşaqdılar. Birinə versə, deyək ki, 4də 1-i çatmalı deyil idi. Hər birinə 8də 1-i çatacaq artıq. 4də 1-i yox, 8də 1-i. Yəni əmlakin 50% həmən uşağa çatacaq, yerdə qalan 50% bölünəcək. Bölünəcək yenə həmən şəxslər arasında. Amma əgər deyək ki, şəxs istəyirsə ki, məhz o oğluna qalsın, o övladına, kiçik oğluna qalsın, onda gərək bağışlama edə bilər, düzdürmü? Biz vərəsəlikdən danışdıq deyə mən onu qeyd etmədim. Sağlığında istəyirsə ki, bu məsələyə yekun qoysun, təbii ki, bağışlaya bilər. Əgər qeydiyyatda heç kim yoxdursa, heç kimdən icazə almadan bu prosesi həyata keçirdə bilər. Yox, əgər daşınmaz əmlak üzərində deyək mənzildir, orada digər uşaqları da, o 3 uşağı da qeydiyyatdadırsa, o halda onların da razılığı tələb olunacaq. Aydındır. Dinləyicilərimizə gələn digər suallar da var. Xüsusən də bizə sosial şəbəkələrdən hal-hazırda yazırlar. O sualları səsləndirəcəm. İndi bir-bir hamısına vaxt ayıracağım və bizə WhatsApp nömrəmizə də gələn suallar var. Qısaca radioda dinləyicilərimiz üçün reklam olacaq, amma izləyicilərimizin suallarını cavablandıracağıq. Xüsusən də Vaxt Medianın TikTok səhifəsinə gələn sualları. Teymur Babayev bugün bizim vəkil qonağımızdır. Radyo Vəkil. Bəli, qaldığımız yerdən davam edirik. Elə dediyimiz kimi. Suallarınız varsa yaza bilərsiniz. Radyo Vəkil proqramını dinləyirsiniz. Bugünkü vəkil qonağımız Teymur Babayev, aparıcınız mən Xəyal Orucoğlu və dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var. O sualların hamısını bir-bir səsləndirəcəm. Yeri gəlmişkən öz suallarınız varsa bizə yaza bilərsiniz 099 6 907 907 WhatsApp nömrəsinə. Eləcə də bizi hal-hazırda sosial media hesablarından, yəni həm Yurd FM-in, həm də Vaxt Medianın YouTube və TikTok səhifəsindən də izləmək mümkündür. Deməli, suallar var burada. Bir dinləyicimiz soruşur ki, bələdiyyə sənədli torpağımız var, üzərində tikili var. Belə başa düşdüm ki, bu mənzildə qeydiyyatlı yaşayırıq. Tədiyyə bildirişi mənim adımdadır və vergi ödəyicisi də mənəm. Vergi ödəyicisi olmaq, buranın sahibi olmağıma hüquq verə bilərmi, yoxsa yox? Belə deyək, alqı-satqı, bələdiyyə ilə alqı-satqı müqaviləsində belə başa düşdüm xanımın adıdır. Bəli. Bəydir. Bilmirəm tam olaraq. Üzr istəyirəm. Hə, kimdirsə. Şəxsin adıdır. Dinləyicimizin onun adındadır və bütün belə baxdım kommunal belə deyək də o müqavilələr də onun adındadır. İnzibati məhkəmədə çıxarışın əldə olunması üçün müzakirə etdiyimiz zaman təbii ki, birinci növbədə biz müraciət eləyirik Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və lazımi sənədləri təqdim eləyirik. Əgərlərin Daşınmaz Əmlak Dövlət Reyestri xidməti bunu o qanunun 8-ci maddəsinə uyğun deyilsə, sənədlər toplusu onda imtina verir və biz aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edirik və inzibati məhkəmədə araşdırılan zaman o verginin ödənilməməsi bəli, amillərdən biridir, amma əsas amil deyil. Biz onlarla yanaşı olan bir şeydir, yəni ikinci növbəli bir şeydir. Əsas birinci növbədə bələdiyyənin alqı-satqı etməyə hüququ var idi mi? Ona baxılır. Yəqin ki, açıqlamağa ehtiyac varsa 2007-ci il məsələsi var. 2007-yə qədər 2007-ci il oktyabrın 1-nə kimi alqı-satqı edə bilərdi, ondan sonra edə bilməzdi. Həmən torpaq sahələri başqa bir təşkilatın və idarənin balansındadır yoxsa yox. Yəni özünüz bilirsiniz, neftin və yaxud digər ərazilərə düşüb-düşməməsi məsələsi və kiminsə mülkiyyətindədir, mülkiyyətində deyil. Məsələləri aydınlaşdırılır və alqı-satqı müqaviləsi, bələdiyyənin alqı-satqı müqaviləsi arxivə təhvil verilibmi və bugünkü gündə həmən ərazi, həmən şəxsin istifadəsindədirmi? Bunlar əgər hər biri yerindədirsə, ilk öncə torpağa, sonra da tikiliyə çıxarış alması mümkündür. Bu halda ancaq mümkündür. Bəli, saydığım halda. Aydındır. Deyir ki, mən icbari sığortadan ödəniş almışam və bu işə götürəni məsuliyyətdən azad edirmi? İstehsalat zədəsi alıb şəxs. Şəxs istehsalat zədəsi alıb, yəni iş prosesində zədə alıb. Deyir,
indi icbari sığortadan ödəniş almışam. Bəs bu işə götürəni məsuliyyətdən Xeyr. azad edirmi? Yox, işə götürən, iş yerində istehsalatda baş verən qəzaya görə ödəniş etmək birbaşa işə götürənin borclarından biridir. Və o hər ay səhv eləmirəmsə ödəniş eləyir əmək haqqının hansısa misli miqdarında, o onu azad eləmir, xeyr. Azad eləmir. Bir dinləyicimiz də yazıb ki, bir uşağın, belə başa düşdüm ki, 17, bir uşağın isə 14 yaşı var. Uşaqlar boşanma zamanı deyir, anaya verilə bilərmi? Və bu qeyd olunan uşaq daha böyük uşaq, yəni 17 yaşı olan uşaq 50 ildir. Bunu soruşur. Buyurun. Əlil olmağı hansı sahədə əlildir? Yəni əqli problemləri yoxdursa, öz fikrini özü ifadə edə bilirsə, əl, ayaq, göz və yaxud bu digər belə bir əlillik varsa, Bəli. uşaq öz fikrini özü səsləndirə bilər. 10 yaşından yuxarı bütün uşaqlar artıq öz fikirlərini özləri səsləndirməklə hansı valideyni seçirlərsə onun yanında qalmağa haqlıdırlar. Yəni özləri öz fikirlərini Bəli, öz fikirlərini ifadə etməklə orada kimin də yanında qalarsa əlilliyə baxmağa görə də əlavə olaraq alimentdən əlavə olaraq baxmağa görə də pul tələb edir. Aydındır. Digər dinləyicimizdən gələn sual belədir ki, deyir ki, dinləyicimiz soruşur ki, babamın mənə bağışlanıb 91-ci ildən məhləsini, cümləni belə yazıb, mən də belə oxudum. Deməli, məhləsini baba 91-ci ildə nəviyə bağışlayıb. Qardaşım deyir, orada qeydiyyatdadır. İndi işimiz məhkəmədədir xitam verməyə, məhlədən çıxması ilə bağlı, xitam verilməsi ilə bağlı məhkəmədədir işləri. Bilmək istəyirəm ki, bu halda ona kompensasiya düşəcəkmi? Söhbət torpaqdan, yəni məhlədən gedir. Məhlə deyiləndə yəqin ki, həyətyanı sahə üzərində olan fərdi yaşayış evindən söhbət gedir. Burada 2009-cu ildən əvvəl və 2009-cu ildən sonra olan bir qanun versə bu... Burada 91 qeyd elədi ki, qeydiyyat 91. Mən ona gətirib çıxartmaq istəyirəm ki, bəli, əgərlərim qeydiyyata alqı-satqı olsaydı, əgərlərim alqı-satqı olsaydı, bir məna olaraq alqı-satqı olduğu zaman buna ehtiyac olmayacaq idi. Çünki biri satıb digəri alırsa, orada olan qeydiyyatda olan şəxslərə kompensasiya verməklə oradan çıxarılması deyə bir anlayış yoxdur. Çünki mənim mülkiyyətimdə olan bir əmlakı mən sizə satmışamsa və mən satan zaman da oradakı şəxslər orada qeydiyyatda olubsa təbii razılıq verib. Əgər 18 yaşları çatmayıbsa, razılıq verməyə ehtiyacı olmayıbsa, alqı-satqı müqaviləsinin 13-cü bəndi var. Bütün notariuslarda orada yazılır ki, qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür satıcı. Və satmayıbsa, məhkəmə müstəvisində alqı-satqı müqaviləsinə qoymaqla çıxarda bilir. İstifadə hüququna xitam verməklə qeydiyyatdan çıxarda bilir. Yox, bağışlama olanda artıq orada bir növ həmən əvvəldən olan şəxslərin istifadə hüququ qalmış olur. Ona görə də kompensasiya verməklə oradan çıxarılması mümkün olur. Ancaq kompensasiya verilməsi. 2009-dan əvvəl olduğuna görə. Bəli, bəli. Amma 2009-dan sonra olsaydı... Orada da yaxın qohumlara məhkəmə münasibət bildirir bəzən. Yaxın qohumlara və orada daimi yaşayırsa, başqa yerdə yaşayışı yoxdursa, o halda kompensasiya təmin olunur. Aydındır. Başqa yerdə yaşayış varsa amma onlar istisna olur. Bir digər sual da var. Yeri gəlmişkən suallarınız varsa yaza bilərsiniz. Bir dinləyicimiz soruşur ki, sosial şəbəkədən yazıb. Az əvvəl deyir ki, mənim 3 övladım var. Ata evində mülkiyyətçi mənəm. Həmən övladlarıma oradan pay düşəcəkmi? Mülkiyyətçidir, atadır. Şəxs atadır. Bəli. Ata evindən belə başa düşdüm ki, ona ev qalıb. Yəni orada deyir mülkiyyətçi mənəm. 3 övladım var. Ata evində mülkiyyətçi mənəm. Övladlarıma oradan pay düşəcəkmi? Yalnız varis şəxs özü vəfat edərsə, hə? Bəli, başqa halda heç cür. Heç cür. Yəni indi Allah gecindən versin. Siz vəfat etsəniz, qeydiyyatda bəlkə onu demək istəyir ki, uşaqlarım qeydiyyatdadır orada. Yəni qeydiyyat vərəsəliyə aidiyyəti yoxdur. Aydındır. Dinləyicilərimizdən gələn digər suallar da var. Bir dinləyicimiz də yazıb ki, deməli deyir, belə başa düşdüm ki, gözündən və qolundan çox ciddi xəsarət alıb iş prosesində, hətta gözünə implant falan qoyublar. Və ümumi olaraq sualı ümumiləşdirib soruşuram. Deyir ki, mən kompensasiya ala bilərəmmi şirkətdən bax bu başıma gələnlərlə bağlı? Kompensasiya deyiləndə nə nəzərdə tutulur? İş qəzasında olub, iş prosesində olub. Kompensasiya o şəxsdən alınır ki, kompensasiya sözünü o aylıq ödənilən ödənişdən qarışdırmayaq. Kompensasiya o şeyə deyilir ki, zərər yetirən və ödəyir. Burada işə götürən zərər yetirməyib. Sadəcə olaraq şəxs əmək müqaviləsi üzrə öhdəliklərini icra edən zaman bədbəxt hadisə baş verir. Bəli. Yəni bu o demək deyil ki, işə götürən ona zərər vurub. Sadəcə olaraq işçini qoruyur, vətəndaşı qoruyur qanun deyə işə götürən üzərinə belə bir öhdəlik qoyur.
Yəni kompensasiya deyil o, ödəncdir. Bu nə kimi? Ödənc ala Var mı bilir. yəni? Bəli. Belə bir şey var. Belə bir şey. Bəs o nə formada tənzimlənir, necə müəyyənləşir o Onun ödənc? indi miqdarını mən müəyyən edə bilmərəm. Aha. Amma yəni ondan müraciət ötürü gərək edir. işlə tanış olmaq lazımdır, baxmaq lazım işin. Amma müraciət edib onu aydınlaşdırdıqdan sonra bəli, əldə etmək mümkündür. Bunu deyək ki, dinləyicimiz hara müraciət edir? Yəni özlərinin İşə götürənə, kadrlar şöbəsinə bəli, işə götürən kadrlar şöbəsinə müraciət edir, oradan rəsmi olaraq cavab alır, cavabla razı olmadıqda onu mübahisələndirir. Aydındır. Rayon şəhər məhkəmələrində. Dinləyicilərimizdən deməli bir dinləyicimiz də soruşur ki, şirkətdə deyir sürücü işləyirəm, özəl şirkətdə Qarabağ qazisiyəm. Mən əmək haqqımdan hansı vergilər tutulmalıdır və ümumiyyətlə nə qədər tutula bilər? Yəni bizim nəsə bu hesablama məsələsini deyir ki, hazırki vəziyyətdə 670 manat əmək haqqımdır, 86 manat tutulur. Vəkilimiz mümkünsə izah edərdi ki, ümumiyyətlə nə kimi qədərini deyə bilmərəm orada, nə qədər tutulur və nə cür fəaliyyət göstərir, onu da biz bilmirik. Xidmət göstərir. Yoxsa əmək müqaviləsi üzrə? Fərz edək ki, əmək müqaviləsi üzrə. Əmək müqaviləsi üzrə olduqda orada faizlərin çoxu işə götürən tərəfindən ödənilir. Vergisi və Dövlət Sosial Müdafiə Fondunun çox hissəsi işə götürən tərəfindən ödənilir. Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək kiçik bir hissəsi əmək haqqıdan tutulur. Amma xidmət müqaviləsi üzrə olanda tam şəkildə xidmət göstərən hansı nə qədər pul əldə edirsə ona uyğun da ödənişlər ödəyir. Bir dinləyicimiz də soruşur ki, onkoloji xəstə kredit alıbsa, kreditlə məhsul alıbsa, rəhmətə gedəndə kredit bağlanırmı? Yəni belə başa düşürəm ki, şəxs onkoloji xəstə olub, kredit götür, yəni kredit fərqi götürməsi yoxdur. alıb. Xəstə olub olmamağı, onun öhdəliklərinin, gələcək öhdəliklər, o biz az öncə bundan danışdıq. Yəni onu artır və azaltmır. Əgər onun varisi olarsa, vərəsəsi olarsa, Bəli. vərəsəliyi qəbul edərsə, o öhdəlik necə ki hüquqları ötürülür, Bəli. o cür də öhdəlikləri də ötürülür. Yəni öhdəlik də varsa ötürülür qəbul edən şəxsə, hüquq da varsa ötürülür. Əgər varisi olarsa, vərəsəsi olarsa, bəli, o ödəyir. Ona Yəni xitam verilmir. Burada şəxsin xəstə olmasından heç bir əhəmiyyət kəsb eləmir və yaxud da ki, götürdüyü krediti nəyə sərf etməsində heç bir əhəmiyyət kəsb eləmir. Əsas məsələ pulu götürüb. Bilirsiniz necədir? Kredit müqaviləsinin hansısa bir bəndində var idimi ki, yəni bu adam bunu onkoloji xəstədir, öz müalicəsi üçün götürüb və güzəşt olunacaq buna gələcəkdə. Bir hissəsini ödəyəcək, bir hissəsi də güzəşt. Belə bir şey yoxdur. Standart müqavilədir, kredit müqaviləsi. Faiz müəyyən olunub, miqdar müəyyən olunub. Yəni ona görə də xitam verilmə məsələsi orada mümkün deyil. Bir digər sual da var. Dinləyicimizdən gələn bir sual da belədir ki, deməli, şəxs deyir, ömürlük əli ilə məni yoxlanışa çağırıblar. Gedim yoxsa getməyim? İnzibati məhkəməyə yoxsa müraciət edeyim? Bir mənalı olaraq gedilməlidir, keçilməlidir. Keçdikdən sonra razılaşmarsa nəticə ilə onda mübahisələndirməlidir. Aydındır. Suallarınız varsa yaza bilərsiniz. Yeri gəlmişkən dinləyəcəyimiz bəzən sosial şəbəkələrdən bizə yazırlar ki, məni qoşun canlıya, efirə falan. Sualları ancaq yazılı formada qəbul edə bilirik. Çünki bir dinləyicini efirə qoşmaq və daha sonra digər dinləyicilərin suallarını cavablandırmamaq deməkdir. Qısa, konkret, lakonik formada suallarınızı yazın, biz də cavablandıraq. Həm bizi WhatsApp nömrəmizə yaza bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsi açıqdır. Və eləcə də bizə sosial şəbəkələrdən yaza bilərsiniz ki, hazırda sosial şəbəkələrdə də canlı yayımdayıq. Həm Yurd FM-in, həm də Vaxt Medianın YouTube və TikTok səhifələrində. Mən deməli bir dinləyicimiz 4 gündə eyni sualı yazır və eyni sualda səsləndirirəm. Bilmirəm, qane etməyən tərəf nədir bu dinləyicimiz? İstəyirsiniz, biz də bacardığımız qədər cavab verək. 5-ci dəfədə sizə oxuyun, siz də bəlkə bir əlac eləyəsiniz bu dinləyicimizin probleminə. Deməli, məsələ belədir ki, bir də oxuyuram həmin sualı. Yəni, yorulmadan, usanmadan əslində işimiz həm də dinləyicilərimizin suallarını cavablandırmaqdır o bir tərəfə. Deyir ki, qardaşım 2010-cu ildə ailə qurdu, çıxdı mənzildən, 2021-ci ildə ev adıma özəlləşdi. Şəxsin adına özəlləşib. Mən qeydiyyatdan çıxarmaq üçün polisə verdim. İmtina alıb inzibati məhkəməyə verdim. İnzibati araşdırma aparıb, sənədləri toplayıb, inzibati özü istifadə hüququnun olub-olmamasını təyin edib. Çıxarda bilirmi? Bu sualın birinci tərəfi. Çıxarda bilirmi mənzildən? Yoxsa
mülkiyyətçiyə göndərəcək ki, istifadə hüququnun olub-olmaması təyin edilsin. Mülkiyyətçi 2021-ci ildən mənəm və daşınmaz əmlakın dövlət reyestri xidməti yazıb ki, qardaş və ailəsinin mənzildə istifadə hüququ qeydə alınmayıb və ərizənin ordenin sürətini də göndərib inzibati məhkəməyə. Sual bundan ibarətdir ki, belə başa düşdüm, dinləyicimiz ümumiyyətlə soruşur ki, qardaşı heç bir kompensasiya ödəmədən bu evdən çıxarda bilərəmmi? Qeydiyyatdadır. Qardaş Amma qeydiyyat, ordendə adı olub. heç bir qeydiyyatda yoxdur xeyr. Qardaş vaxtı ilə orderdə adı olub. Bəli. Sonra şəxsin adına 2010-cu ildə ev Mülkiyyətçilərdən biri olub. Bəli. Sonra şəxsin xeyrinə belə başa düşdüm ki, hamı imtina ediblər və şəxsin adını özəlləşib. Bəli. İndi qardaşına deyir ki, qeydiyyatdan çıx, hansı ki evdə qeydiyyatdadır. Qardaş da deyir ki, yox, mən çıxmıram, ya indiki halda mən qeydiyyatda qalacam, ya da ki gedib deyəcəm ki, məni onu məcbur eləyib qeydiyyatdan çıxardılar. Orada biz müəyyən eləməliyik ki, qardaşın başqa yaşayış yeri var. Başqa yerdə yaşayır. O başqa yerdə yaşadığı sahə kirayə olaraq yaşayır, yoxsa mülkiyyətindədir. Və yaxud dövlət qeydiyyatından keçməyən mülkiyyət olsa belə, əgər belə deyək də, mənzil tikinti kooperativləri tərəfindən tikilib müqavilə əsasında alınıbsa, qeydiyyatdan keçməyibsə belə, onu həmən mənzil tikinti kooperativi ilə müəyyənləşdirib ki, onun burada mənzili var, deyib, yalnız bu halda. Biz onu sübut eləməliyik ki, əslində bunun burada qeydiyyatda qalmağı formal xarakteri daşıyır. Bəli. İşin halından belə görünür. Yalnız və yalnız burada qeydiyyatdadır. Burada yaşamır, özünün yaşayış yeri var. Bəli, orada yaşamayıb, başqa yerdə yaşayıb qeydiyyat, amma yaşayış yeri olmasa yenə də kompensasiya tələb oluna bilər. Kirayədə qalırsa 3 illik kirayə haqqı standart olaraq elə hesablanır. Bəli, əraziyə görə hesablanır, ödənilir. Amma yaşayış yeri varsa, sübut etmə mülki prosessual məcəllənin 77-81-ci maddəsi var. Deyir ki, kimlə iddia edirsə, onu sübut etmək onun üzərindədir. Yəni, qardaş, indiki halda biraz bir növ həddə qorxu gəlir ki, mən deyəcəm ki, mən sanki məni məcbur eləyiblər o öz xeyrindən imtina etməyə. Mən birinin hüquqlarını pozmaqla heç vaxt digərin hüququnu bərpa etməyə qarşıyam. Ona görə də belə o qardaş barəsində də başqa bir fikir səsləndirmək istəmirəm. O da bir vətəndaşdır, o da sual verə bilər. Mən sadəcə olaraq demək istəyirəm ki, şəxs müraciət eləyirsə ki, qeydiyyatdan çıxartsın, sərəncam vermə hüququ pozulur burada şəxsin. Mən razıyam. Mülkiyyətçidir. Ala bilər, sata bilər, girova qoya bilər. Bu və digər halların qarşısına konstitusyon hüququ pozulur. Yəni konstitusiya deyir ki, hər kəsin mülkiyyət azadlığı toxunulmazdır. Sərəncam vermə hüququ var. Yəni verə bilmir hal-hazırda o sərəncamı. Mən başa düşürəm nə demək istəyir. Amma sadəcə o qanunvericiliyin tələbinə uyğun olmalıdır. Əgər istəyirsə kompensasiya vermədən çıxartsın, o halda sübut etməlidir ki, onun başqa yaşayış yeri var. Burada formal olaraq qeydiyyatdadır. Deyir, MTK binada ünvanlı yaşayır, yəni MTK-da yaşayır. Artıq o, yəni mümkündür. Yəni, onu sübuta yetirsə, bəli, mümkündür. Yəni, heç bir ödəniş etmədən mümkün. Niyə ödənilir? Yəni, gəlin biz bunu dərk eləyək. Niyə görə biz kompensasiya ödəyirik? Bu kompensasiya nəyə xidmət eləyir? Ona xidmət eləyir ki, şəxsi mən çıxardıram evimdən istifadəyə. Gəlin, biraz lorulaşdıraq, hər birimizin başa düşdüyü dildə danışaq. Yəni, mən çıxardıram bunu evimdən. Geçin, harda istəyir, qalsın. Amma mən ona 3 illik kompensasiya verirəm ki, sən özünə yaşayış yeri müəyyən eləyən kimi mən səni yaşayış yerindən təmin eləyirəm. Get, sən 3 il müddətində mən səni yaşayış yerindən təmin eləyirəm. 3 il müddətində sən öz başına çarə tap deyə. Yəni belə deyək də bir məntiq budur. Bəli, məntiq budur. Bəli. Amma da ev varsa, yaşayırsa, bəli, varsa formaldır artıq. Bəli, formallıq daşıyır. Bir dinləyicimiz ilə buna bənzər digər bir sual yazıb. Yazıb ki, deməli, qaynım ailəsi ilə qeydiyyatdadır şəxsin evində. Çıxara bilmirik. Öz evləri də var. Bizdə qeydiyyatdadılar. Necə edə bilərik? Nə vaxtdan qeydiyyata düşüblər? O önəm daşıyır. Əvvəldən bunun adını rəsmiləşdir. Müəllimin, şəxsin adına, xanımın adına rəsmiləşdirilən zaman onlar qeydiyyatda idilərmi? Yəni, böyük əhəmiyyət kəsb eləyən hallar var. Xanımın adına keçdikdən sonra xanım onlara icazə veribsə ki, onlar qeydiyyata düşsünlər, bugün də onları qeydiyyatdan çıxarda bilər. Və əvvəldən orada qeydiyyatda olublarsa, bu əvvəl dediyimiz... Onda kompensasiya o vaxt aktuallaşır. Əvvəldən qeydiyyatdadırsa, alqı-satqıya aidiyyəti yoxdursa, yəni bağışlama yolu ilə keçibsə, vərəsəlik yolu ilə keçibsə, atadan qalmış mülkdürsə və əvvəldən onlar orada yaşayıblarsa, istifadə hüququ yaranmalıdır. Bilirsiniz, mənim orada siz yoxkən mən burada var idim sözü məsələsi. Yəni, siz yox idiniz, mən burada var idim, mən burada yaşayırdım. Və siz buranı alqı-satqı ilə əldə eləmədiniz. Hansısa pul vasitəsi, pul vəsait qarşılığında əldə eləməmisiniz. Sizə bu, belə deyək də, hüquq götürücülüyü ilə gəlib çıxıb. O sizə ötürən, hüquq götürən şəxs də mənlə hər hansı bir ədavəti yox idi. Mən burada yaşayırdım.
Biz biraz bunu açaq ki vətəndaşlarımız başa düşsünlər ki, məsələ nədən gedir. Yəni deyək ki, məsəl üçün mən ata evimdir, indi gəlin, qardaş orada yaşayır, deyək ki, Bəli. amma mən başqa evimdə olsam, amma mənim orada bir, deyək ki, xatirələrim var, misal üçün deyirəm. Xatirələrdən ötə bilirsiniz necədir? Şəxs mənə icazə vermişdi mən burada yaşayam. Yəni, Qeydiyyata ata. düşəm, bəli, ata. Bugün ata yoxdur, onun hüquqları keçib mənə. Düzdür? Çünki artıq mənim istifadə hüququm yarandı. İkinci şəxs gəldi, mən onunla bərabər istifadə hüququna malikəm. Bəli. Düzdür, mülkiyyət hüququ məndən üstündür, odur mülkiyyətçi. Amma istifadə hüququ olaraq biz bərabər hüquqa malikik. Bax, o məsələlər var. Bir dinləyicimiz də yazıb ki, deməli deyir, bizim evimiz, belə sual belədir ki, deməli, bizimdir evimiz, kənd suvarma yolu batırıb, ziyan kim ödəməlidir? Buna görə təmir edə bilmirəm. Deməli, şəxsin evini müəyyən bir kənd suvarma suyu batırıb, Bəli. ziyanı belə olan halda, yəni müəyyən bir qəza nəticəsində baş verirsə, onu kim ödəməlidir? Kimdədir Əgər məsələn? burada torpağını suvaran şəxs, mən belə başa düşdüm, kənd təsərrüfatı torpağının yanında fərdi yaşayış evi var. Bəli. Ya bu olmasa başqa cür əmələ gəlməz bu. Əgərlərim o ziyan onun əməllərindən irəli gəlibsə, bunu ancaq ekspert müəyyən edə bilər. Biz bu günləri durub buna qiymət verə bilmərik. O gedib baxılmalıdır. Suvarma sisteminin necə olduğuna, ondan sonra evin nə qədər o evlə bu əkilən torpaq sahəsi arasında olan baryer sahə gözlənilməlisinə baxılmalıdır, sonra qiymət verilməlidir. Əgər onun hərəkətləri və hərəkətsizliyi nəticəsində bu ziyan dəyibsə, o kənd təsərrüfatı torpağının mülkiyyətçisinin, bəli, onda dəymiş ziyan qarşı tərəfdən tutula bilər. Və gələcəkdə də bu hərəkətlərin olunması ona qadağan olunmalıdır ki, belə deyək, o hadisələrin baş verməsi üçün o maneə aradan qaldırılması öhdəliyi də onun üzərinə qoyulmalıdır. Və əlavə edib ki, suvarma suyu ilə evin arasındakı məsafə 5 metrdir. Yəni belə bir bu qədər məsafə var. Yaxındır çox belə. Yaxın. Burada indi müəyyən bir məsuliyyət tam olaraq digər baxmaq lazımdır. Yenə onun bilirsiniz necədir? Kənd təsərrüfatı torpağı bitən kimi necə olub ki, fərdi yaşayış evi əmələ gəlib. Fərdi yaşayış evinin ümumiyyətlə bugünkü gündə sənədləri fərdi yaşayış evini biz bilirik. Bugün kənd təsərrüfatı örüş torpaqları üzərində olan tikintilərimiz də var. Yəni bunu qəbul etmək lazımdır. Təbii. O əgər çıxarışı varsa, fərdi yaşayış evinin tikilməsi üçün çıxarış və həyətyanı sahəsi varsa, təbii ki, o torpaq baryer gözlənilməli idi. Aydındır. Bir digər sual var. Deyir ki, dinləyicimiz, deməli, söküntü zonasına düşən sənədsiz daşınmaz əmlak üzərində yaşayış hüququnu hansı formada isbat etmək olar? Evin sənədi yoxdur, deyək ki. Bəli. Amma şəxs həm də evi, deyək ki, plana düşüb, söküntüyə gedir. Plana necə düşür? Deyir ki, söküntüyə gedib. O da bir sualdır. Əgər burada evin olmadığı məlumdursa... Yox, ev var. Yox da qeydiyyatda. Nə olsun ki, var? Amma ev yoxdur. Yəni, belə deyək də, adam var, amma şəxsiyyət vəsiqəsi yoxdur. Var axı. Bəli. Amma adam şəxsiyyət vəsiqə olmasa da, amma şəxsiyyət var axı. Var. Yəni, mən demək istəyirəm, necə plana düşə bilər? O plana düşə bilməz. Plana düşməkdən ötürü birinci növbədə yerlər müəyyən olmalıdır. Filan evlər plana düşməlidir. Ərazi olaraq düşə bilər onda. Belə çıxır ki, bu ərazidə, yəni o ev özü yox, ərazi olaraq düşər. Ərazi plana düşür. Bəli. Orada da ev var, tikili ev var. Mənim deyək ki, amma evdə sənədsizdir, heç bir sənədi yoxdur. Amma mənim həm də bir mənzil hüququm var axı. Yəni mülkiyyət hüququm olmaya bilər. Yəni qanunla tutaq ki, o mülkiyyət üzərinə hansısa bir sərəncam vermə, digər hüququm olmaya bilər. Amma mənzil hüququm var. Burada bir ev tikmişəm, maliyyə qoymuşam və s. Belə olan halda deyir, mən onu necə sübut edəcəm ki, bax bu ev mənimdir, bu evə görə mənə kompensasiya verilməlidir. Heç bir sənədi yoxdursa, biraz çətindir. Mən keçən bizim danışıqlarda da belə bir deymişdim, orada da biraz fikir ayrılığı yaratmışdım. Bir mənalı qarşılanmamışdı. Qoyun mən onu tam açıq bu verilişdə də aydınlıq verim. Heç torpağın ayrılmasına və evin tikintisinə dair hər hansı bir heç bir sənəd yoxdursa, kesin dəfə yazmışlar 30 ildən artıq, mən də oxuyurdum, 30 ildən artıq istifadə edirsə falan, mümkün deyil. İnzibati məhkəmənin tonlarla belə qərarları var. Amma mülki məsələyə görə... Subyektiv hüquq məsələsi ortalığa çıxmır. Nə istəyirsən, hardan istəyirsən, niyə istəyirsən məsələsi çıxır ortalığa. Və həmən yaşayış sahəsi tamam başqa bir mövzu əmələ bu verilişin mövzusu deyil, onun var açığı. Başqa yolla gedilməlidir artıq. Mən çıxarış istəyirəm, bura çıxarış veri yox.
Yox, çıxarış yox. Yəni bu kompensasiyanı yox, kompensasiya yox. Mən o birisini deyirəm. Sənədləşmə başqa yolla gedilməlidir orada. Öhdəlik məsələsi, bələdiyyə torpağısa bələdiyyənin üzərinə öhdəlik qoyulmalıdır ki, zaten bu fərdi yaşayış evi kimisə yaşayış səviyyəsinin artırılması üçün lazımdır. Mən artıq burada varam, elə mənə verilsin. Bu belə bir şey ola bilər. İndi burada olduğu kimi, buradakı məsələ mövcuddur bu artıq orada. Yəqin ki, işıq, su, qaz, yəqin ki, kommunal ödənişlər var. Bunlardan istifadə eləmir. Bir mənalı deyil, amma mən ona müraciət edən şəxsimizə bu cür yol göstərə bilərəm ki, bu vasitələrdən istifadə eləsin. Nə vaxtdan orada yaşaması ilə əlaqədar olaraq qonşulardan akt, köhnə qonşulardan akt tərtib eləyə bilər. Həm də qeydiyyatdadır dediniz də orada. Deyir ki, sadəcə olaraq qeydiyyatda qeyd eləmir. Digər sualdaydı deyəsən qeydiyyat. Burada sadəcə olaraq soruşur ki, ev var, faktiki olaraq ev mənimdir, mən tikmişəm, evdir yekə ərazi söküntüyə gedir, plana düşüb, belə olan halda... Məhkəmə yanaşmasını bir mənalı demək olmaz. Çünki sual çox şaxəlidir, fikirlər müxtəlif ola bilər. Bir hüquqşünas kimi biz gözlənti hüququ Avropa Konvensiyasında bizim ratifikasiya elədiyimiz protokol var, orada deyilir. Bəli, var. Hollandiyaya qarşı belə bir iddia olmuşdu ki, siz gözlənti hüququ deyilən bir şey var. Şəxs Amsterdamda birinci kağızdan, sonra taxtadan, sonra daşdan bir şey tikmişdi. Qısa demək istəyirəm. Onun hüquqlarını bərpa eləmişdi Avropa hüququ. Sən bunu görürdün. Sən bunu tikilən zaman sən buna göz yummamalıydın. Lazım, əgər qadağan idisə, əvvəldən qadağan eləməliydin. Yəni, orada biz o Avropa Konvensiyasından çıxsaq, bəli, onun orada mülkiyyət gözlənti hüququ var və kompensasiya ödənilməlidir. Bax, bunu bayaqdan... Yox, bilsiz bir mənalı deyil. Bir mənalı deyil, ona görə. Başa düşdüm sizin. Qısaca bir reklam fasiləsi olacaq, amma sosial şəbəkələrdən gələn sualları cavablandıracağıq. Qısa bir fasilə radyo dalğada dinləyicilərimiz üçün, amma izləyicilərimiz üçün sualları cavablandırırıq. Qaldığımız yerdən davam edirik. Radyo Vəkili proqramını dinləyirsiniz. Aparıcınız mən Xəyal Orucoğlu. Bugünkü vəkil qonağımız Teymur Babayevdir. Sizi və bizi maraqlandıran sualları cavablandırır və siz öz suallarınızı bizə yaza bilərsiniz. Eyni zamanda 099 6 907 907 WhatsApp nömrəsinə də öz suallarınızı göndərə bilərsiniz və dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar da var. Hansılar ki, bizi sosial şəbəkələrdə izləyirlər. Dinləyicimizin biri yazıb ki, mənim zaksım yoxdur, uşağımız var. Ayrı yaşayırıq. Mən tək ana statusunu necə ala bilərəm? Tənha ana statusu almaq. Ayrılıblarmı? Ümumiyyətlə heç zaks yoxdur. O zaks olmayıb vətəndaş nikahında ayrı yaşaya da bilər. Əgərlərin ayrı yaşayırlarsa, nikahın ora heç bir aidiyyəti yoxdur. Uşaq bunun uşağıdır. Təbii ki, tək başına ana kimi müraciət edib o statusu ala bilər. Və bu statusu almaq üçün hara müraciət eləməlidir ümumiyyətlə? Bu o barədə yanlış o barədə mən məlumat verə bilməyəcəm. Tam şəkildə bilmədiyim üçün. Amma bir məna olaraq müraciət edə bilər. Nikah vacib deyil. Aydındır. Bir digər sual var. Deyir, keçmiş gəlin mənim evimdə diktafon qoyub səsimi yazıb, telefon mesajlarını da özünə yönləndirib. Bunun bir hansı bir cinayət xarakteri falan var mı? Yayılmadığı müddətcə xeyr. Yayıldığı müddətdə? Bəli, yayıldığı müddətdə bəli var. Ailə sirrinin belə deyək də yayılması ilə əlaqədar məsuliyyət daşıyar, mülki məsuliyyət də var orada. Yəni əgərlərin yanlış və ya təhqir xarakteri daşıyarsa da cinayət məsuliyyəti də ola bilər. Hətta. Bir dinləyicimiz də deyir ki, tutalım babam deyir mənə ev vəsiyyət eləyib və vəsiyyətnamə ilə, amma babamın əlavə bir oğlu da var, əmim və bir qızı var. Babam gedir rəhmətə, ev vəsiyyətnamə ilə mənim adıma keçməlidir, ya əmim və ya bibimin də razılığı lazımdırmı, yazılmalıdırmı? Əgər belə olacaqsa, vəsiyyətnamə nə işə yarır? Yəni belə olacaqsa, yəni prosedur belə gedəcəksə. Nə işə yaradığını o barədə biz bir şey deyə bilmərik. Qanunvericilik nə deyirsə biz onu deyirik burada. Biz qanunvericinin icraçılarıyıq. Qanunverici deyilik. Sadəcə olaraq bayaq dediyimiz kimi, daha öncə də başqa bir sualda da qeyd etmişdik. Vəsiyyətnamə olmağı ilə olmaması arasında olan fərqi izah elədik. Yəni məcburi paydan məhrum oluna bilməz varislər. Məcburi pay hər bir halda qalır. Məcburi pay qalır. Məcburi pay qalır. Bəli, ala biləcəyinin yenə deyim yarısını normalda ala bilər. İddia etməyəcək.
zaten o Verəcəklər onu. notariusda verəcəklər. Bəli. Sadəcə İddiaya olaraq ehtiyac yoxdur. deyək ki, misal üçün siz vərəsə olaraq indiyə qədər misal üçün bir torpaq üzərindən deyək ki, daha başa düşülən olsun, düzdürmü? Bəli. Məsələn, əgər bir 10 sot torpaq qalıbsa atadan, bunun əgər 3 sotu düşəcək isə sot yarımı bu düşəcək. dəfə sot yarımı düşəcək. Bəli, bəli. Çünki artıq 50% avtomatik olaraq vəsiyyət olmana gedir. Bəli, doğrudur. Bir digər sual da var. Deyir ki, təsərrüfat sahibi qeydiyyatdayam. Bunu oxuduq artıq. Qarşı tərəf məni deyir məhkəməyə versə ya da mənsiz çıxarış çıxarda bilərmi? Yəni şəxs bir ünvanda qeydiyyatdadır. Qarşı tərəf Təsərrüfat nə deməkdir onu başa düşmədi. deyir ki, bir ev anlayışı belə yəqin ki, bunu başa düşmədim qeyd bunu, edib. amma gərək mənzildən, evdən söhbət gedirsə, cavab verdi ona xeyr. Yəni sizin icazəniz olmadan ən azı bir Mütləq şəkildə. Nə qədər ki onun orada istifadə hüququna xitam verilməyib bəli. və qeydiyyatdadır. O müddət ərzində alqı-satqı, girov məsələlərində birmənalı olaraq onun razılığı əldə olunmalıdır. Sizin razılığınızla Bəli. olmalıdır. Hansı ki dinləyicimiz o sual yazıb. Bir bizim həyat planına düşür. Şirkət orada bina tikəcəksə mənim ev istəmək haqqım varmı ki? Yəni mənə pul yox, kompensasiya yox. Bu ev şirkətdən, daha doğrusu binadan ev verir. Birincisi qanun onu tələb eləyir. Şəxs yox. Qanun özü deyir ki, plana düşürsə, sökülür. Yeni tikilən mənzildən 20% artıq olmaq şərti ilə tam təmirli mənzil verilir. Verilməlidir. Bəli, verilməlidir. 20% artıq olmaqla bunu da 2 dəfə qoy təkrar edib ki, bilsinlər. Bəli. Deməli bir dinləyicimiz də yazıb ki, deməli deyir, mənə verilən vərəsəlikdən 15 il keçib şəhadətnamə almamışam. Vərəsəlik qüvvədədirmi? Vərəsəlik açılıbmı? Belə başa düşdüm ki, açılıb. Açılıb, şəhadətnamə verilib, sadəcə olaraq onu qeydiyyatdan keçirdib, mülkiyyət sahibi olmayıb rəsmi olaraq. Mənə verilən vərəsəlikdən deyir 15 il keçib. Belə başa düşdüm ki, şəhadətnamə deyir almamışam. İki məsələ var. Vəsiyyətnamədən söhbət gedir, yoxsa vərəsəlik şəhadətnaməsindən söhbət gedir. Hər birində, hər bir halda ikisi də eynidir. Yəni heç bir müddət ötməsi yoxdur. Və əgər vərəsəliklə əlaqədarsa müraciət eləyəcək, yeni qanunvericiliyə əsasən müddət artıq aradan qaldırılıb. Qabaq var idi 6 aylıq müddət. Artıq 6 aylıq müddət tətbiq olunmur. Müraciət eləyəcək, heç bir problem yoxdur. O hissədə problem yaşamayacaq. Bir dinləyicimiz də yazıb ki, deməli bir nəfər şəxsdir, Bakıda müvəqqəti kirayədə yaşayır, amma qeydiyyatı Bərdə rayonudur. Bəli. Bakıda tanışına borca 20.000 manat pul verib. İndi həmin şəxsdən ala bilmir pulunu. Əlavə pulla bağlı sübutları var. Mən bilmək istəyirəm ki, həmin şəxs qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməlidir, yoxsa necə? Yoxsa pulu Bakıda Binəqədi rayonu inzibati ərazisində verib həmin Binəqədi rayon məhkəməsində müraciət olunmalıdır? Yəni iş məhkəmə prosesində necə aparılmalıdır? Cavab, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə verilir. Qarşı tərəfin, yəni kimə Bəli, borc cavabdeh verilibsə? kimə borc verilir, kimi məhkəməyə verilirsə ki, bu qədər vəsait ondan alsın, mənə verilsin. Onun niyə görə? Çünki gələcəkdə onun icrasını təmin eləməkdən ötürü ki, orada yaşayır. Müəllim deyir ki, çox Bakıda yaşayır amma borc verdiyi Kiraya şəxs. qalır, Bakıda yaşayırlar. Əgərlərim orada yaşadığına dair arayış gətirib təqdim eləyə bilərsə məhkəməyə ki, bu adam Bərdədə qeydiyyatdadır, amma faktik olaraq burada yaşayır. Bəli. Onda yaşadığı yer üzrə də verə bilər. Amma gələcəkdə bu riski gözə alsın ki, gələcəkdə bir dənə arayış alsa cavabdeh ki, mən artıq köçdüm Bərdəyə. Bəli. Məhkəmə Binəqədi rayon icra şöbəsinə o iş göndəriləcək Bərdə rayon icra şöbəsinə. Deyir, ata öləndən sonra birinci evliliyindən olan övladına nəsə pay düşürmü? Fərqi yoxdur. Birinci, ikinci, üçüncü. Hətta qeyri-rəsmi nikahdan belə doğulan övlada pay düşür. Əgər onun Atalıq atalığı müəyyən olunubsa, Bəli. onun evladı olduğu artıq sənədlərdə öz əksini tapırsa, bəli. Fərqi yoxdur birinci, beşinci, onuncu. Yəni, heç nikahdan olmasa belə. Aydındır. Deməli, deyir ki, ev almışam, qonşu mənim yerimdə tövlə tikib, onu söktürə bilərəmmi? Əgərlərim torpaq onun mülkiyyətindədirsə, Bəli. bir mənalı olaraq verib sübut eləyib, çıxarışı varsa artıq onun kadastr məlumatlarını vuran kimi o torpağın nöqtələri müəyyən olunur, koordinatı müəyyən olunur. Çıxarışı falan var özdə. Hə, varsa məhkəmə sökülməsi məsələsini məhkəmə onun üzərinə qoyur. Hətta cavabdehin öz hesabına sökülməsi məsələsi də Get traktorda özünün al gətir. hər şeyi özü eləməli. Çağır, gətir. O eləməsə söksünlər. belə icraçılar onu etdikdən sonra mən pul ondan tələb edə bilərəm. Ana deyir evini o biri övladına demədən. Bəli. Ana evini o biri övladına demədən başqa qızının adına keçirə bilərmi? Qeydiyyatı yoxdur. Əgərlərim deməyəcəyi evladı orada qeydiyyatda deyilsə. Yoxdur qeydiyyatı. Deyilsə, bəli. Yəni rahatlıqdan istədiyi. Mülkiyyət mənim mülkiyyətimdir. Mən verirəm sərəncamı.
Kimin adına istəyirəm, onun adını da keçirdirəm. Bağışlamaq hüququm olan şəxslərə bağışlayıram, bağışlamaq hüququm olmayan şəxsləri də alqı-satqı eləyirəm. Aynen. Əgər mənim həyat yoldaşım yoxdursa, tək qərar verirəm. Varsa, yox. Həyat yoldaşımla bərabər qərar verməliyəm. Bir dinləyicimiz də yazıb ki, atam sağlığında mən qardaşımın adına razılıq verməmişəmsə, atamın sağlığında mən qardaşımın adına razılıq verməmişəmsə, evdə yaşayıram, pay düşürmü plana düşdüyü halda mənə? Tam olaraq sualı başa düşürəm. Atamın sağlığında deyir, Bəli. mən qardaşımın adına hər hansı bir razılıq verməmişəm. Yəni razılıq verməyibsə, proses baş verməyib də. Hər kəs orada qeydiyyatdadır. Və evdə yaşayıram, pay düşürmü plana düşərsə həmən evdən mənə də? Təbii olaraq, əgər qeydiyyatdadırsa, şəxs Bəli. orada, belə deyək, qanunla, mən yenə qanunvericinin tələbini deyirəm, sökülüb 20% artıq olmaqla mənzil verilməlidir. Sonra qeydiyyatda mülkiyyətçilərdən birinə çevriləcək yəqin ki, atası vəfat edib də, belə başa düşdüm. Ata vəfat etməyib, belə başa düşdüm ki, yəni Vəfat etməyibsə- ata sağlığında, belə başa düşdüm, ata vəfat Vəfat mən edib. ona görə, ata artıq vəfat edib, artıq burada vərəsəlik müəyyən olunacaq, qardaşlar arasında mülkiyyət müəyyən olunacaq. Naturada bölgüsü baxılacaq, naturada bölgüsü mümkündür, mümkün deyilsə açıq ərəcə satılıb, hər kəs öz pulunu götürəcək. Bir dinləyicimizə yazıb ki, ata rəhmətə gedib, heç kimə heç nə vəsiyyət etməyib. Həyat yoldaşı və 3 övladı var. Belə olan halda bölgü necə aparılacaq? Əgər həmən miras evlilik dövründə əldə olunubsa, onun 50%-i onun həyat yoldaşınındır. Xanımın. Bəli. Xanım ola bilər, bəy ola bilər. Həyat İndi bu atadan yoldaşındır. gedirsə söhbət Bəli, xanımın. Yerdə qalan hissəsi yenə də həyat yoldaşı daxil olmaqla digər vərəsələr arasında bölünür. Yenə də həmən həyat yoldaşı daxil olmaqla. Yerdə qalan 50%-də o 4 nəfər arasında bölünəcək. Bəli. 3 uşaq bir də ana arasında. Və 50%-də qadının özünə ayrıca düşəcək. Atam deyir, öz evini paylı olaraq bağışlayıb mənə və qardaşıma. Əgər o evə qardaşım köçərsə, mənim icazəm olmasa, öz ailəsi ilə yaşayarsa, mən istəmədən o evi sata bilərmi, belə başa düşdüm. Lakin qardaşım deyir, orada yaşamaq istəyərsə, o zaman nə olur? Yəni, belə mübahisə olarsa. Belə başa düşdük, paylı mülkiyyətdir. Ata qeyri-yaşayış sahəsini həm bu oğula, həm bu oğula bağışlayıb. 2də 1 pay buna, 2də 1 pay buna verib. Hər ikisinin oradan istifadə hüququ var. Heç biri bir-birindən xəbərsiz oranı sata bilməz. Həm də hətta alqı-satqı zamanı, əgər naturada bölgüsü mümkündürsə, alqı-satqı zamanı digər payçı üstünlük hüququna malikdir. O birisini istədiyi şəxsə də sata bilməz. Deyər ki, mən öz payımı satmaq istəyirəm, birinci növbədə digər mülkiyyətçiyə təklif eləməlidir. Müəyyən bir 45 günlük vaxt gözlənilməlidir. Olmadığı müddətcə artıq başqasına sata bilər. İstifadəyə gəldikdə, naturada bölgüsü mümkün deyilsə və bilgə yaşayışları da mümkün deyilsə, o halda məhkəmə qərarı ilə açıq hərracda satılıb, hər kəs öz pulunu götürə bilər. Aydındır. Bir dinləyicimiz də soruşur ki, deməli deyir, qaynatama deyir, dövlət tərəfindən müraciət əsasında torpaq verilib. İndi ona sənəd almaq istəyirik, hara müraciət edə bilək? Verilən, yəqin sərəncam verilib. Sadəcə torpaq hədiyyə olunub. Hədiyyə olubsa, devlət müəssisələri tərəfindən yəqin ki, hədiyyə olunub. İcra hakimiyyət tərəfindən yəqin verilib. Erban xanım Əliyeva tərəfindən belə başa düşdüm, şəxs belə yazıb ki, müraciətinə görə torpaq verilib və sənəd almaq istəyir. Belə olan halda elə müraciətlər olanda bir mənalı olaraq deməyək, 99% yerli icra hakimiyyətlərinə tapşırılır və yerli icra hakimiyyətləri onlara torpaq ayırır. Aydındır. Və öz sərəncamı ilə ayırır. Yəni icra hakimiyyəti sərəncam verir bununla əlaqədar olaraq. Bələdiyyə deyir vermir. Biz bələdiyyə yox, icra hakimiyyətinə görə müraciət etsin eləmi? Bələdiyyə torpağıdırsa, onda göstəriş bələdiyyə verilib. Bələdiyyə ayırıb o torpağı. Yəni torpağın sənədinə baxmaq önəmlidir. Düzdür bu halda ki, torpaq kimə məxsusdur? Fərq etməz, gəlin belə deyək. Hara çıxarış almaq üçün hara müraciət etməliyəm? Daşınmaz alan üçün Dövlət Reyestr Xidmətinə. Və bələdiyyə torpağıdırsa 2007-dən sonra verilmə məsələsinə görə imtina verə bilməz. Ona görə ki, bu xüsusilə ayrılmış torpaqdır. Alqı-satqı predmeti deyil. Ayrılmış torpaqdır. Yəni qarşılıqsız verilən bir torpaq sahəsidir. Ora açıq hərraca nəyini çıxartmalıdır? Sərəncamla da verilibsə yenə də o cümlədə. Yəni orada daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən müraciət edilsə, hesab edirəm ki, heç bir çətinlik yaşamayacaqlar. Qətnamə çıxmamış aliment ödənilməlidirmi?
qətnamə çıxma. Hə, müraciət etdiyi andan bəli ödənilməlidir. Müraciət edildiyi anda. Məhkəməyə müraciət etmə bir anlıq məndə şey oldu. Hə, məhkəməyə müraciət etdiyi andan bəli MTT müvəqqəti təminat tədbiri olaraq verilir və icraçılar onu icra edib aliment. Çünki bu məsələ illərlə uzana bilər. O dövr ərzində bu uşaq qidalanmalıdır. Bəli, ona görə də ödənilir. Bu sualda oxuyub yekunlaşdırırıq. Şu suallar qaldısa sabah inşallah davam edəcəkdir. WhatsApp uğurlanır, kontaktlarda olanlardan borc istənir. Kimisə adından deyək ki, WhatsApp hesabı uğurlanır və pul istənilir və təxminən 2000 manat ondan bundan pul yığır şəxs. Bir şəxsin adından. Deyir, biz polisə də müraciət edirik, amma deyir, müəyyən bir nəticə olmur. İndiki haldadır, məhkəmə predmeti varmı bu işin? Birinci növbədə kibir cinayətkarlığa müraciət etmək lazımdır. Bununla əlaqədar olaraq ki, müəyyən eləsin ki, kimlər ID nömrələri ilə müəyyən eləmək olar. İkincisi, burada sual əmələ gəlir. Mənim WhatsApp, sizin WhatsApp-nızı mən oğurlayıb, sizin dostunuzdan hansı karta mən istəyirəm o pulun atılmağına? Ya üzbəyüz görüşməliyəm, bu pulu almalıyam, ya da hansısa bir kart vasitəsinə köçürtməlidir. Həmən borc verən şəxs, həmən kart nömrəsi onda var. Bəli. O vasitə ilə bu cinayəti belə ifşa etmək və çətin olmayacaq. Təşəkkür ederiz sizə Teymur bəy. Çox sağ olun. Gəldiniz. Dinləyicimizin bir xeyli suallar gəldi. Əslində bir sualın müzakirəsi bir saat çəkən bir şeydir hüquq sahəsində. Bəli. Yəni biz bacardığımız qədər çalışdıq ki, suallara cavab verək. Çox sağ olun. Harda bir nöqsanımız oldusa da ona görə də üzr istəyirik. Narahat olmayın. Çox sağ olun. Minnətdarıq sizə. Təşəkkür edirik ki, suallarımızı cavablandırdınız. Dinləyicilərimizdən kimin sualı qaldısa davam edəcək. Sabah eyni vaxtda bizi mütləq dinləyin. Eyni dalğada və eyni sosial media hesablarında aparıcınız mən Xəyal Orucoğlu və qonağımız da Teymur Babayev idi. Hələlik.